Təbriz mahnıları. Ay Qulam-ı Dəryadil, Fərzənd Xumar Həsən xan. Xumar Həsən xan da Təbrizin parçalanlarındanmış. Həm dövrəyi Ağulam Sendici xanının atası, həm dövrəyi Rıza Quli xan Zabili Azər ki 5 oğlu varmış. Abbas tarçalarmış, Bəhlul tarçalarmış, Yusuf, Qızılbaş Yusuf deyərdilər, tarçalardı, Sadıq qaval çalardı və Ağulam. Ağulama Bala Qulam da deyərdilər, Məst Qulam da deyərdilər və Qulam Tərəqqi də deyərdilər. Xas bir əlaqəsi var idi. Bir dənə nuşidəniyə ki, verəndi Tərəqqi idi. Ona xatir Qulam Tərəqqi deyərdilər. Və ailələri kullən istilah Xonyagər idilər, Ramişgər idilər və bu cür deyək də vaqe mənada mutriban Xonyagəri ki Ramişgəranı məcalis idilər, onların sona qalmışlarından idilər. Xoşbəxtانه mənim saadətim oldu. Neçə seri Yusufi və çox müddətlər Ağulamın qulluğunda oldum Gəmbəşə. Qaval da Qərdəşi Sadıq ilə həmrəh gələrdilər və 2-3 dənə mərasim apardım, rəsmi mərasimi. Qərəçilər məhəlləsində olardılar. Ağulam mütəəssifanə ömrünün axirində düşdü. Şərait-i ifrati təhrim və mənhiyyatı ki təəssifanə emal oldu hünər-i musiqiyə və onlar da çox məhcur qaldılar, məzlumanə yaşadılar, çox belə deyək də əziyyətli yaşadılar. Çünki heç himayət yox idi, bir qol özləri heç məclis yox idi, heç toy olmurdu və olan məclislərə də bir xatir sasayı orcu, istilahən, sintezayzoru bilən sazlar da tarqavalı o cür cəmaatın zaiqəsi dərk və fəhm eləmirdi ki, o sazlardan aparsınlar və bunlar elə bir növ az nəzər mali və ruhi münzəvi olmuşdular. Mücərrəd qaldı, çünki anasının ayağında otdu, anasına çox pərəstarlıq eləmişdi, ona xatir izdivac eləməmişdi. Çoxlu şikayət elərdi, hekayətləri vardı şallaq yeməklərindən və tarının sındırmağından ki, onun haqqında olmuşdu və gileyliydi yaşamağında.